Hər kəsi salamlayıram. Mən Ətanət müəlliməm. Bugün sizinlə danışmaq istədiyim mövzu cəmiyyətdə də, təhsildə də aktual olan müəllim və şagird münasibətləridir. Mənim 20 ildən artıq orta məktəbdə müəllim fəaliyyətim və 30 ilə yaxın ümumilikdə müəllimlik fəaliyyətim bu barədə mənə danışmağa icazə verir. Çünki bu illər ərzində mən humanist müəllimə çevrildim. Avtoritar müəllimdən humanist müəllimə qədər yol gəldim. Öz üzərimdə, öz təcrübələrim əsasında, digər müəllimlərin təcrübələri əsasında öyrənərək. Bugün orta məktəbdə müəllim və şagird münasibəti özünün kritik həddindədir. Biz burada bunun səbəblərinə və bu səbəblərdən, bundan çıxış yoluna qısaca da olsa toxunacağıq. Səbəbləri kənarda axtarmayaq, əziz müəllimlərimiz. Müəllim-şagird münasibətinin kritik həddə olmasının səbəbini biz özümüzdə axtaraq. Düzdür, bunun səbəbləri çoxdur, çoxdur kənarda. Amma bugün biz burada bunu özümüzdə axtaraq. Özümüz özümüzə kənardan baxaq. Fərqindəlik anlayışından özümüz üçün istifadə edək. Gəlin baxaq. Məktəb, şagird və müəllim. Bu üç faktor təhsildə ən önəmli bir faktordur. Çünki əgər şagird yoxdursa, müəllim dərsi kimə keçəcək? Müəllim yoxdursa, şagirdə lazımı bilgiləri kim ötürəcək? Məktəb anlayışı isə müasir anlamda müəyyən bir qapalı bir məkan, müəyyən bir sistem ifadə edir. Bu üç anlayışın içində ən önəmlisi təhsil sistemi üçün ən önəmlisi müəllimdir. Müəllim burada aparıcı faktordur. Ən aparıcı faktor bu üç anlayışın içində təhsil vermədən müəllim də aparıcı. Nə üçün? Çünki müəllim şagirdi istədiyi istiqamətə yönəldə bilər. Şagird üçün müəllim anlayışı şuuraltı şəkildə çox önəmli, çox vacib bir faktordur. Şagird bunu bilməyə bilər. Ancaq müəllim özü bunun mütləq şəkildə fərqində olmalıdır. Müəllim fərqində olmalıdır ki, cəmiyyətin yaradıcısı odur. Bugün məktəb partası arxasında əyləşən hər bir şagird sabah cəmiyyətdə aparıcı olacaq bir insandır. Fərqi yoxdur, hansı peşə sahibi olacaq. Cəmiyyətin bir üzvü olacaq və cəmiyyəti aparan, cəmiyyəti yaşadan bir insan olacaq. Və onun məktəbdən topladığı, müəllimlərindən topladığı bilgiləri qoyuram bir qırağa. Dünya görüşü, həyat təcrübəsi, təlim, tərbiyə, özgüvən anlayışı, şəxsiyyət kimi onunla birlikdə cəmiyyətə gedəcək. Müəllimin hər bir kəlməsi, müəllimin hər bir davranışı, müəllimin baxışı şagirdin şuuraltısını hopur, onun həyatını formalaşdırır. Və bütövlükdə müəllim cəmiyyəti yaradır. Müəllim faktoru cəmiyyətdə
ən önəmli faktordur. Müəllim sadəcə bunu unudub. Müəllim özünün kim olmağını unudubdur cəmiyyətdə. Müəllim unudub ki, bu cəmiyyətdə kimliyindən asılı olmayaraq, hansı ixtisas, hansı peşə sahibi olmağından asılı olmayaraq, hətta müəllimin özünü belə bu cəmiyyətə verən, bu cəmiyyətə yetişdirən, cəmiyyətə hazırlayan müəllimdir. Təbii ki, ailə, nəsil faktoru burada öz rolunu oynayır, genetik faktorlar burada öz rolunu oynayır. İnsanın inkişafında, insanın yetişməyində. Ancaq müəllim ən çətin ailədən çıxmış, ən uğursuz ailədən çıxmış bir insana, bir uşağa, bir şagirdə düzgün yanaşsa, onun daxilindəki potensialı, onun içindəki potensialı ona göstərmiş olsa, həmin o insanla, həmin o şagirdlə özünü üzbəyüz qoymağı bacarsa, onun ruhu ilə özünü üzbəyüz qoymağı bacarsa, ona izah eləməyə bacarsa ki, sən fərqi yoxdur hansı ailədə doğulmusan, o sənin proqramındır. Sadəcə doğuluşdan gələn proqramdır, onun sənə heç bir aidiyyəti yoxdur. Sən o proqramdan çıxa bilərsən. Müəllim bu fərqindəliyi şagirdə izah eləyə bilsə və onun potensialını, öz güvənini, öz gücünü ona göstərə bilsə, həmin şagird içindən böyüyəcək, özü olaraq böyüyəcək. Əslində ona heç bir aidiyyəti olmayacaq. İçindən böyüyəcək və cəmiyyətə çıxanda tamam yeni bir insan olacaq. Hətta öz nəsli üçün nümunəyə çevriləcək. Müəllim belə bir böyük bir qüvvəyə malikdir. Əlbəttə ki, maaş üçün, karyera üçün məktəbə gələn müəllimləri nəzərdə tutmuram. Sırf müəllim olan, ruhu da, qəlbi də, düşüncəsi də müəllim olan insanları mən nəzərdə tuturam. Müraciətim də məhz onlaradır. Mənim əziz müəllimlərim, mənim əziz kolleqalarım, biz bu cəmiyyəti yaradanlarıq. Məhz bizim sayəmizdə cəmiyyət olur. Məhz məktəbin sayəsində, məktəbdə də müəllimin sayəsində cəmiyyət olaraq formalaşmağa başlayır. Çünki sosiallaşma, uşaqların, şagirdlərin sosiallaşması məhz məktəbdə baş verir. Bunu da təmin edən biz müəllimlərik. Bugün müəllim özünün kim olduğunu unudub. Bax, bunun səbəbi müəllim-şagird münasibətlərində baş verən həmin o kritik münasibətlərin, kritik gərgin münasibətlərin səbəblərindən ən başlıcası müəllim özünün kim olduğunu unudub. Müəllim unudub ki, o bu cəmiyyəti yaradandır. Bu unutqanlıq müəllimlərimizi qorxaq olmağa gətirib çıxardıb. Müəllim qorxur. Hal-hazırki dövrdə, müasir dövrdə müəllim məktəbdə sanki iynə üstündə oturub. Rəhbərlikdən qorxur, təhsil idarəsindən qorxur, sinifdə gizli keçirilə biləcək çəkilişlərdən qorxur, valideynlərdən qorxur. Bu qorxu müəllimi özü olmağa imkan vermir. Bu qorxu müəllimin içindəki o müəllimlik potensialını, o şagirdə çatdıra biləcək nələri ki var, onu üzə çıxarmağa imkan vermir. Bir disbalans yaranıbdır müəllimin içində özünə qarşı. Müəllim sertifikasiyadan qorxur, işinin əlindən alınmağından qorxur, evə apardığı bir tikə çörək pulunu itirəcəyindən qorxur. Bu qorxunu yaradan səbəb müəllim özünün öz yerində hiss edə bilməməsidir. Özünü müəllim kimi hiss edə bilməməsidir. Əziz müəllimlərimiz, buna səbəb də biz özümüzük. Biz özümüz öz
müəllimlik yerimizi kimlərəsə vermişik. Müəllimlik adı sadəcə üstümüzdə qalıbdır. Müəllim idarə oluna bilməz. Təbii ki, rəhbərlik var, təbii ki, idarə var. Bu texniki işlərlə bağlıdır. Dərsdə bir 45 dəqiqə ərzində müəllim özünün bütün sevgisini, bütün ruhunu şagirdə ötürməlidir. Müəllim içəri girəndə unutmalıdır ki, onun maaş problemi var. Onun hansısa bir qayğıları var. Hər birimiz insanıq, hər birimizin qayğımız var. Amma əgər biz onlarla içəri giririksə, onlarla şagirdlərimizə, o problemlərlə şagirdlərimizə bilgi ötürürüksə, nəsə ötürməyə çalışırıqsa, bu bizdə alınmayacaq və ona görə də alınmır. Biz şagirdlərimizin hər birini, nəinki öz övladımız, heç öz övladımız kimi yox, bir insan kimi, bir fərd kimi sevməyə başlamalıyıq, qəbul etməyə başlamalıyıq. Bizim fərqindəliyimiz bax bundadır. Biz bunun fərqinə varsaq, biz hər bir şagirdi insan olaraq görə bilsək, hər bir şagirdə insan olaraq yanaşa bilsək, onun potensialını üzə çıxartmağı öyrənə bilsək, sevgi ilə yanaşa bilsək, biz mütləq şəkildə uğur qazanacağıq. Müəllim-şagird münasibətində uğur qazanacağıq. Çünki müəllim-şagird münasibəti təhsilin təməlidir. Uğurlu müəllim-şagird münasibəti uğurlu təhsilin təməlidir. Uğurlu təhsil cəmiyyətin inkişafıdır, cəmiyyətin böyüməyidir, işıqlı cəmiyyətdir. Biz hər birimiz buna çalışmalıyıq. Bugünkü bizim idarə heyətində əyləşənlərimiz, ailədə, məktəbə övlad göndərən valideynlərimiz, cəmiyyətdə müəllimi qınayan insanlarımız dünən bu məktəb partasından çıxan insanlardılar. Onlar məktəb partası arxasında öz müəllimlərindən sevgi, diqqət, hörmət, onların potensialının üzə çıxarılmağını görmüş olsaydılar, bugün öz uşaqlarını məktəbdən müdafiə eləməzdilər. Bugün idarə heyətində əyləşən insanlar müəllimi az qala binokllə nəzarətdə saxlamazdılar. Biz müəllimlər öz müəllim yerimizə, öz müəllim mövqeyimizə qayıtmayınca, bir müəllim olaraq özümüzə hörmət, özümüzə dəyər verməyincə, mən kiməm bir müəllim olaraq bu faktoru anlamayınca, bu cəmiyyət uçuruma doğru getdikcə öz addımlarını daha da sürətləndirəcək. Çünki bu cəmiyyəti yaradan da, inkişaf etdirən də biz müəllimlərik, bizim yetirmələrimizdir. Əziz müəllimlərimiz, səbəblərdən biri
müəllim-şagird münasibətlərində gərginləşməyin səbəblərindən biri müəllimin öz yerində olmamasıdır. Müəllimin ona imkan verməsi, başqalarına imkan verməsidir ki, onun yerinə danışsınlar. Onun yerinə dərs proqramlarını hazırlasınlar, müəllim olmayan insanlar. Dərs proqramlarını hazırlasınlar. Müəllim nə zaman ki, öz kimliyini bu cəmiyyətdə mən kiməm, mənim mövqeyim nədir və öz mövqeyimdən çıxış edərək mən məktəbdə şagirdlərimlə nələr edə bilərəm və bu etdiyim nələr cəmiyyətə nələri verəcək, onu düşünməyə başlayacaqsam və bu istiqamətdən çıxış etməyə başlayacaqsam, bu istiqamətdə öz üzərində çalışmağa başlayacaqsam, müəllim-şagird münasibətləri düzəlməyə başlayacaq. Bax, buradan çıxış yolu, ən birinci çıxış yolu müəllimin öz qəlbini qarşısındakı şagirdlərinə sevgi ilə açmağıdır. Avtoritar lider yox, əməkdaş müəllimə çevrilməsidir. Yeni zamanın yeni şagirdlərinə avtoritar lider müəllim lazım deyil. Yeni zamanın yeni şagirdləri çox fərqlidirlər. Yeni zamanın yeni uşaqları sevgi istəyir, diqqət, qayğı istəyir. Onlar özlərinə hörmət istəyir, onlar özlərinə dəyər istəyir. Məni dinləyən müəllimlərimiz ola bilər ki, məni qınayacaqlar. Ay müəllimə, nə danışırsınız siz? İndiki uşaqlarla bacarmaq çox çətindir. Bilirsiniz, hansı ailələrdən gəlirlər, bilirsiniz, valideynlər hansı xarakterdədir. Hər şeyi bilirəm. Mənim sevimli müəllimlərim, mənim əziz müəllimlərim. Mən də onlardan işləmişəm. Ən ağır valideynlərlə işləmişəm. Ən ağır şagirdlərlə işləmişəm. Şagirdi küncə qoymağıma görə izahat belə yazmışam. Bütün o mərhələlərdən keçmişəm. Hər şeydən keçmişəm. Humanist müəllimə çevrilmişəm. Əməkdaş müəllimə çevrilmişəm. Sevimli müəllimə çevrilmişəm. Şagirdlərimi sevə-sevə. Bu mümkündür. Bu mümkündür. Yetər ki, birinci, biz bunun fərqində olaq ki, ikinci, biz bunun üçün çalışaq. Biz bunu istəyək. Bu mümkündür. Bunun necə mümkün olmağı ilə bağlı, əziz müəllimlərimiz, mən öz kanalımda silsilə proqramlar təşkil edəcəm. Silsilə videolar çəkəcəm. Bu istiqamətdə bir-birimizə dəstək olacağıq. İnkişaf eləyəcəyik. Biz, müəllimlər, özümüz içəridən dəyişəcəyik. Bu dəyişmələri bizim sevimli şagirdlərimiz görəcək. Onlar bizə tərəf gələcəklər. Onlar bizə tərəf gələndə valideynlər bunun fərqində olacaq. Valideynlər müəllimləri dəstəkləyəcək. Şagird-müəllim birliyi yarananda, şagird-müəllim-valideyn birliyi yaranacaq. Şagird-müəllim valideyn birliyi yarananda, bax bu üçlük trioda, şagird-müəllim valideyn məktəb kvarteti yaranacaq, birliyi yaranacaq. Onda cəmiyyət də öz müəllimini dəstəkləyəcək. Cəmiyyət müəllimini sevəcək. Cəmiyyət imkan verməyəcək ki, onun müəllimi ayağı altında qalsın. Cəmiyyət imkan verməyəcək ki, onun müəllimi balaca cüzi maaşa qane olsun. O maaşla yaşasın.
Cəmiyyət özü müəllimini qaldıracaq. Bugün bizim şagirdlərimiz sabah maaşlarımızı müəyyənləşdirən insanlara çevriləcəklər. Əziz müəllimlərimiz. Bugün onları biz part arxasında olanda onlara öz sevgimizi ötürək, onların daxili potensialını sevgi ilə üzə çıxarıb onlara göstərək, bunu edə bilək ki, sabahları onlar hansısa bir məqama çatanda cəmiyyətdə, idarə etmə məqamına çatanda bu sevgini onlar bizə göndərsinlər. Çünki biz nə veririksə, onu da özümüzə qazandıraraq, onu da özümüzə gətiririk. Tusinin dediyi kimi, işıqlı fəaliyyət, xoş işlər bulud altından çıxan günəşə bənzəyir. Bax, mənim əziz müəllimlərim, mənim əziz kolleqalarım, biz həmin o bulud altından çıxan günəşə çevrilək. Artıq yeni zamanın yeni insanına çevrilək. Yeni zamanın yeni müəlliminə çevrilək. Bu bizim haqqımızdır. Bunu kimsəyə verməyək. Özümüz olmağı kimsəyə verməyək. Ən böyük, ən şərəfli bir peşə bizim peşəmizdir. Müəllimlik peşəsi. Öz peşəmizi sevək. Özümüzü sevək ən birinci. Peşəmizi sevək və bu peşəni insanlara sevdirək. Bu peşənin sahibini insanlara sevdirək. Onda bizi sevəcəklər. Onda cəmiyyət bizi qəbul edəcək. Onda cəmiyyət öz müəllimini uca tutacaq, ucaldacaq. Əziz müəllimlərimiz, bu video baxan dəyərli insanlarımız, əgər video sizi hardasa ürəyinizə toxundusa sizin, hardasa sizə yaxın gəldisə, onu like edin. Mən burada özümü gördüm. Mən burada yaxın insanımı gördüm. Mən istəyirəm müəllimlərimiz şagirdlərimizə sevgi ilə yanaşsın. Bax, bu ifadələri və buna uyğun ifadələri videonun altında paylaşın. Və videonu sizə yaxın olan insanlarla, müəllimlərlə paylaşın. Qoy bu videoya baxan, müəllimləri sevgiyə səsləyən belə bir videoya baxan insanlar çoxalsın. Biz çoxalaq. Biz çoxalaq bu cəmiyyətdə. Sevgi dolu insanlar və sevgi dolu müəllimlər bu cəmiyyətdə çoxalsın ki, cəmiyyətimiz yeni insanlarla dolsun, çoxalsın, yenilənsin. Yenilənən cəmiyyətimiz sevgiyə köklənəcək. Sevgiyə köklənən hər bir şey gözəldir, yaradıcıdır, həyat var burada. Mən sizinlə növbəti xeyirli, xoş günlərimizdə və bu yaxın günlərimizdə görüşmək ümidi ilə ayrılaram bu günləri. Və mən sizə hələlik deyirəm. Görüşənədək. Mənim sevimli müəllimlərim və sevimli insanlar.